Demək ki, keçən videoda qeyd etdiyim kimi Sədrəkdə Ramazan aksesuarları aldım. Düzü satış niyyəti ilə aldım. Sonra izah edəcəm. Hələlik göstərim. Bunlardan 2-3 dənədir. Sadəcə hərəsindən birini göstərəcəm. Bir dənə belə bir səbətdir. Ramazan mübarək yazısı. Bir də burasında Ramazan sözü yazılıb. Belə bir səbətdir. Bir dənə bunu aldım. Bir də satış etdiyim Instagram səhifəsində burada qeyd edəcəm. Belə kiçik ölçülü aldım. Qiymətlərlə, əgər maraqlanırsa, qiymətlərə bağlı orada yazarsınız. Belə. Daha sonra böyük ölçülü, ekrana sığmır, böyük ölçülü bu fənərlərdən aldım. Açım, göstərim. Yenə dediyim kimi hərəsindən bir dənə göstərəcəm. Göstərə də işlə bağlı danışım sizə. Əslində, yəni heç bir istəmirdim YouTube'da da bildirim, amma qoy izah edim. Ola bilər ki, kimlərisə axtarır, sədrəyə gedə bilmir, əl çatmaz olur. Onlara yəni fikir olsun. Bir dənə belə bir şıqdır. USB şumuru var. Həm tokla istifadə olunur. Toka taxılı yanır. Həm də baterka ilədir. Həm asmağı var, başında asılqanı var, həm də belə oturacaqlı. Tam bir yerdən şəklini yerləşdirəcəm. İşıqlı forması necə olur? Əgər satış səhifəsi olan Instagramda mesaj bölməsində bildirsəniz ki, YouTube'dan gəlmişəm, bu məhsullarla bağlı, orada sizə xüsusi endirim edəcəm. Daha sonra belə Ramazana aid dekorlardır, göstərim bir-bir. Yenə deyirəm, qiymətləri burada deməyəcəm, Instagramda yazarsınız, oradan söyləyərəm. Deməli, Ramazan şarlardır. Burada gördüyünüz bütün hamısı var. Hərif şarlardır və burada ay ulduz. Bir dənə bunu göstərim sizə. Bir dənə belə bir bayraqdır. Ramazan mübarək hərfləri var bunların. Belə bir formada olur. Daha doğrusu belə. Məndə də evdə bundandır. Daha sonra bunlardan. Ola bilsin ki, siz bu videonu izləyən zaman bunların çoxsu əldə olmasın. Belə model. Gördüyünüz şəkildə gördüklərinizin hamısı var. Bunlar. Xurma qabı. Bir dənə belə bir dekor. Masaüstü dekor. Buradan yanır. Bir dənə də belə bir model xurma qabıdır. Belə 2 metrlik işıqlardır. Kandil formasında. Bunu da burada yerləşdirəcəm ya da burada yanlı halda olan şəklini yerləşdirəcəm. Bir dənə bu modeldəndir. Baxın, yaxından göstərin. Dua edən adam formasında. Bu da 2 metrdir. Paketi açmıram. Belə göstərim sizə. Ay ulduz formasında 3 metrdən artıq olar ölçüsü. 3 metr ən az. Ay ulduz işıqdır. Bunu da yenə yanlı formada yerləşdirəcəm. Bir kənardan baxarsınız. Bir bu modeldir. Bir də belə ay ulduz. Özüm evdə istifadə etdim. Bunu şəklini yerləşdirdim kənarda. Daha sonra belə formalarda var. Özünün də ulduzları var. Əlavə bunlar da yanır. Bunlar da metrəsi 3 metrdən artıqdır. Onu da şəklini yerləşdirəcəm. Sonra bu formada var məscid. Bunlar da hamısının işığı yanır və ulduzla birlikdə. Bu da 3 metrdən artıqdır. Bir də mən sizə ən çox satış olan bu şar dekorunu göstərim. Deməli, burada aşağıda göstərir. İçərisində nədən neçə ədəd var. Bayrağına qədər hamısı var. Şəkildə nə görürsünüzsə hamısı içərisindədir. Bu rəngi var. Göy rəngi. Qara var, belə bir figurda. Hərəsi fərqli figurlardadır. Bundan elmi. Daha sonra bundan da baxdıq. Mən bunların hamısını göstərirəm. Sonra belə yaşıl var. Qırmızı. Bunu divara yığırsınız. Keçən il ya da ondan öncəki il mən bundan birini yığmışdım divara. Gördüyünüz məhsulların bəziləri sədrəkdən alınmadı, bəziləri isə xaricdən sifariş vermişəm. Çoxu da hələ yoldadır, gəlməyib. Bunlardan bir ikisini göstərim sizə. Bir masaüstü Ramazan dekoru.
Açın sizə göstərim. Masa üstü belə qoyuruq. Ya da istədiyiniz yerə qoya bilərsiniz. Yəqin ki, çox görmüş olarsınız internetdə. Ramazan mübarək. Hara qoyursunuz, orada da qalır. Elə ki, əlimdə olan məhsullar bunlardır. Burada Instagram səhifəsini yerləşdirəcəm. Oradan keçid edib əlimdə olan məhsullara baxa bilərsiniz. Oradan sifariş verə bilərsiniz. Əgər Instagramda, YouTube-dan gəldiyinizi bildirsəniz, sizə xüsusi endirim ediləcək. Mənim izləyicilərimin bəziləri, daha doğrusu çoxu YouTube-dan istifadə edir, Instagram-dan istifadə etmir. Əgər YouTube-dan sifariş vermək istəyirsinizsə, videonun altında rəy bölməsində bildirin. Mən ora nömrə qoyacağam. O nömrə ilə əlaqə saxlayarsınız, ya WhatsApp, ya zənglə əlaqə saxlayarsınız.
Kırmızı havadan aldıklarımız. Sade zeytin. Bunlar çok hoşuma gəlir, içi biberli. Bunlar sahur üçün almışım. Bu kərə yağı idi, təriflədilər. Qiymətini baxıb yazarım bir kənardan. Bunu götürdük. Şokolad yağı. Tahin çox dadlıdır. Bir dənə də tahin. Çərəz aləminə girdi, oradan da. Xurma götürdük. 15 manatdır iftar üçün. Bu fındıq halvası. Kırmızı pul biber qurtarmışdı. Nane. Əslində nanəni özüm eləyirəm. Qurtardığı üçün aldım. Kişmiş. Bu kadar.